Azərbaycanda prokurorlara və Daxili İşlər Nazirliyinin araşdırma aparan əməkdaşlarına vətəndaşları psixiatriya müayinəsinə göndərmək səlahiyyəti verilə bilər. Bu, iyunun 17-sində Milli Məclisin Səhiyyə Komitəsində müzakirə edilən psixiatriya yardımı haqqında qanuna təklif olunan dəyişiklik layihəsində nəzərdə tutulub. Dəyişikliyə əsasən psixi pozuntusu olduğu ehtimal edilən şəxsə tibbi yardımın gecikdirilməsi onun özü və ya ətrafı üçün təhlükə yaradırsa, həmin şəxs özünün və ya yaxınlarının razılığı olmadan müayinəyə aparıla bilər. Belə hallarda prokurorun və ya Daxili İşlər Nazirliyinin araşdırma aparan səlahiyyətli əməkdaşının qərarı müayinə üçün əsaslardan biri sayılacaq. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov müzakirədə deyib ki, dəyişikliklər psixi pozuntusu olan şəxslərin daha operativ müayinəsinə və təhlükəli halların qarşısının alınmasına imkan verəcək. Mövcud qaydalara əsasən, belə şəxslərin müayinəsinin aparılması üçün müəyyən prosedurlar həyata keçirilir, müxtəlif rəylər alınır və məhkəmə qərarı gözlənilirdi ki, bu da vaxt itkisinə səbəb olurdu. Qanuna təklif edilən dəyişikliklər hesabına həmin xəstələrin müayinəsi daha operativ həyata keçiriləcək. Bu isə bir çox hallarda təhlükəli hadisələrin qarşısının alınmasına kömək edəcək. Hüquqşünas Yalçın İmanov deyir ki, hazırki qanunvericiliyə görə şəxs yalnız müəyyən əsaslar olduqda həkim-psixiatr rəyinə və məhkəmə qərarına əsasən psixiatriya müəssisəsinə yerləşdirilə bilər. Bura şəxsin özü və ya ətrafdakılar üçün təhlükə yaratması, psixi pozuntu səbəbindən əsas həyati tələbatını ödəyə bilməməsi və tibbi yardım göstərilmədiyi halda sağlamlığına ciddi zərər dəyməsi ehtimalı daxildir. Amma bununla belə, hüquqşünas əsas problemi qanunvericilikdə təhlükə anlayışının və psixi pozuntunun müəyyənləşdirilməsi meyarlarının kifayət qədər konkret olmamasında görür. Sadəcə orada qeyd olunur ki, psixi pozuntusu olan şəxs bilavasitə özü və ya ətrafdakılar üçün təhlükəli olmalıdır. Təbii ki, burada təhlükəni müəyyən edən onun davranışlarıdır. Yəni, özünə zərər vurması və yaxud da ki, ətrafdakılar üçün təhlükəli olması və bunun bilavasitə onun davranışından irəli gəlməsi, davranışın əlamətlərindən irəli gəlməsi müəyyən eləyir həmin təhlükənin nə dərəcədə əsaslı olub-olmamasını. Bu qeyri-müəyyən ifadə həmişə Azərbaycan hakimiyyəti üçün sui-istifadə halları üçün səbəb olur. Yalçın İmanov hesab edir ki, bu qeyri-müəyyənlik xüsusilə siyasi fəallar və hakimiyyəti tənqid edən şəxslər üçün risk yaradır. Qərar onlara qeyri-könüllü hospitallaşdırmanın aparılması üçün sui-istifadə riski yarada bilər və bu cür nümunələri Azərbaycanın yaxın tarixində də görmək mümkündür. Ən son nümunə kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun keysini göstərmək olardı ki, həmin siyasi fəal koronavirus dövründə Azərbaycan hakimiyyətinin həmin pandemiya ilə bağlı apardığı fəaliyyəti tənqid elədiyinə görə 2020-ci ilin aprel ayında məcburi şəkildə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Səhv xatırlamıramsa, Naxçıvan Muxtar Respublikasında da belə məzmunlu hadisələr baş vermişdi və siyasi fəallar Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi ilə bağlı nümunələri olmuşdu. Azərbaycan hökumətinin siyasi azadlıqlara qarşı həddən artıq dözümsüz olduğunu nəzərə alsaq, bu məşhur üsuldan, yəni öz siyasi tənqidçilərini və siyasi rəqiblərini psixiatriya müəssisələrinə yerləşdirilməsi taktikasından istifadə eləməsi təəccüb doğurmamalıdır. Hüquqşünas deyir ki, təklif olunan dəyişiklik şəxsin razılığı olmadan psixiatriya müəssisəsinə göndərilməsi prosesində Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının qərarını da ayrıca əsas kimi müəyyən edir. Amma məcburi hospitallaşdırma ilə bağlı yekun qərarı yenə də həkim-psixiatrın rəyi əsasında məhkəmə verməlidir. Lakin Azərbaycanda məhkəmələrin müstəqil olmaması bu təminatı effektiv mexanizmə çevirmir. Azərbaycanda bütün hakimiyyət qolları, o cümlədən məhkəmə hakimiyyəti, bilavasitə icra hakimiyyətinin direktivləri və göstərişləri əsasında birmənalı şəkildə fəaliyyət göstərdiyindən, xüsusən tənqidçi fəal şəxsləri ilə bağlı qərarlar, bütün qərarlar istisna olaraq Azərbaycan siyasi hakimiyyətinin tapşırıqları əsasında qəbul olunduğundan məhkəmə nəzarəti mexanizmi belə olan hallarda səmərəli hesab oluna bilməz. Hüquqşünasın sözlərinə görə, şəxsin tibbi müdaxilədən, o cümlədən psixiatrik müalicədən imtina hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin, şəxsi və ailə həyatına hörmət hüququnun tətbiq dairəsinə düşür. Eyni zamanda, belə hallar azadlıq hüququnu nəzərdə tutan 5-ci maddə və pis rəftara məruz qalmamaq hüququnu qoruyan 3-cü maddə baxımından da qiymətləndirilə bilər. İmanovun fikrincə, dəyişiklik insan hüquqları standartlarına yalnız qərarların aydın meyarlar əsasında qəbul edildiyi, həkim rəylərinin obyektiv olduğu, məhkəmə nəzarətinin isə real və səmərəli işlədiyi halda uyğun sayıla bilər.